Deməli, adisiz günlərdən biri səhər tezdən durduq. Bu gözəl Xankəndi mənzərəli oteldən çıxdıq və səhər yeməyimizi yeyərək yola davam edirik. Yolumuz Laçın tərəfədir. Burada motosikletləri isidirik. Burada Ələkbər yuxusundan tam durmayıb. Burada qəşəng Ballıca deyilən bir kənd var, ora gedirik. Bu şəkili çəkmək üçün yer tapdım. Burada saxlayıram ki, yer tapıram ki, şəkil çəkim. Sonra Şuşa tərəfə gedən vaxtı yolun qırağında belə mənzərəli yer vardı. Dedik saxlayaq, bir şəkil çəkək, bir xatirə olaraq qalsın. Burada da özümü çəkirəm. Qəşəng. Sonra suyumuz qurtardığına görə gəldik İsa bulağına. Burada həm su içəcəyik, həm də mənzərələri görəcəyik. Gördüyünüz kimi aşağıdadır İsa bulağı da. Sonra burada İsa bulağının yanında bu şəlalə kimi balaca çaydır. Şəlalə deyil, belə bir qarma-qarışıq bir şeydir. Dedik saxlayaq, burada da şəkil çəkək. Nəhayət gəldik, çatdıq Laçına. Belə bir otaq tutmuşuq. Bu adamın çıxmaq şərti ilə uzanmağına baxmayaraq gedirik, indi göstərirəm ki, nətər ev tutmuşuq. Çox gözəl bir